Əziz şagirdlər, bu günlərim bu dərsimizdə biz mövzu sınaq 5-in suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Manna dövlətinin xarici siyasətinə aiddir. Deməli, biz burada diqqətli olmalıyıq, çünki hər bir dövlətin xarici və daxili siyasəti var. Burada Manna dövlətinə aid bir çox şey ola bilər, amma orada biz daxili və xarici siyasəti fərqləndirməliyik. Bir daha xatırlatmaq istəyirəm ki, əgər dövlətin daxili məsələləri ilə bağlı fəaliyyət nəzərdə tutulursa, bu daxili siyasətdir. Xarici siyasətlə, yəni xarici işləri ilə bağlı, yəni ki, məsəl üçün başqa dövlətlərlə mübarizəsi, başqa dövlətlərlə müqavilə imzalaması, danışıqlar aparması, bu artıq və ya tabe etməsi, hansısa dövləti tabe etməsi, bu artıq xarici siyasətdir. Və yaxud da misal üçün işğal edilmiş torpaqları geri qaytarması. Biz burada baxırıq, vilayət hakimlərinin öz başlarına qarşı mübarizə aparıb Manna dövlətində İranzu torpaqları vahid dövlət halında birləşdirib. Xeyr, Azərbaycan birləşdirməyib, belə bir şey yoxdur. C-ni götürmürük, ümumiyyətlə yoxdur. A-nı ona görə götürmürük ki, bu daxili siyasətdir. Şimalda yerləşən Albaniya dövləti ilə əlaqələrin yaradılması, o dövrdə Albaniya dövləti yox idi. İranzu tərəfindən ölkə vilayətlərin birləşdirilməsi, bu da baş vermiş hadisədir, amma bu da daxili siyasətdir. İşğal edilmiş torpaqların geri qaytarılması doğru cavabdır. Çünki bəli, İranzun dövründə Aşurla ittifaq bağlayaraq Urartunun işğal etdiyi torpaqlar geri qaytarılmışdı. Davam edək. İkinci sual, hadisə nəticə əlaqələri. Deməli, birincidə deyir ki, Babəkin Xürrəmlərə başçılıq etməsi, yəni Xürrəmlər hərəkatı, ərəb ordularının məğlub edilməsi, bəli, bilirik ki, Babəkin dövründə Xürrəmlər ərəblərin bir neçə ordularını məğlub etmişdi, amma bu ərəb xilafətini məğlub etmə mənasına gəlmir. Deməli, biri budur. Azərbaycan Böyük Səlcuq İmperiyası tərkibinə daxil edilməsi nəticəsində türk dili Azərbaycanda ortaq ünsiyyət dilinə çevrildi, bu da doğrudur. 3. Ərəb xilafətinin parçalanması nəticəsində şimalda iki dövlətimiz mi yarandı? Bu səhvdir. Şimalda iki dövlətimiz Albaniyadır. Albaniya xilafətin parçalanması nəticəsində yox, eradan əvvəl 4-cü əsrdə yaranıb. Əgər burada desəydi Azərbaycanın deməli orta əsrlərdə şimalda iki dövlətimiz yarandı, bu təbii ki ola bilərdi. Və yaxud Şirvanşahların yaranması desəydi, bu da ola bilərdi. Doğru cavab olardı. 4. Xürrəmlər hərəkatının genişlənməsi nəticəsində Şirvanşahlar yarandı. Əlbəttə ki, xeyr. Çünki Xürrəmlər hərəkatı genişlənməyib, genişlənsə də daha doğrusu sonradan süquta uğradılıb, yatırılıb və Şirvanşahlar dövləti Xürrəmlərin hərəkatının nəticəsində yox, onun yatırılmasından sonra xilafət zəifləyir, xilafətin zəiflənməsi nəticəsində yaranıb. Doğru cavab olmur bu da. Ona görə burada 1-2, yəni D cavabı doğru cavabdır. Üçüncü sual Tunc dövrünə aiddir. İlk dəfə metaldan istifadə edilməsi səhvdir. İlk dəfə metaldan mis dövründə istifadə edilib və mis daş dövrü daha doğrusu və yaxud da ki daş dövrünün sonu da demək olar. Çünki tunc ilk metal deyil, ilk metal misdir. Yanlış olur. İnsanların torpaq xışıyla şumlaması biri budur, bəli, tunc dövrü. Əmək alətlərinin əsasən daşdan hazırlanması səhvdir, bu daş dövrünə aiddir. İnsanların əkinçiliklə məşğul olmağa başlaması, bu da daş dövrünə aiddir. İnsanların dəmiri kəşf etməsi, bəli, bu tunc dövrünün sonunda baş verib. Ona görə də 1-5, yəni B cavabı doğru cavabdır. Dördüncü sual türk dövləti deyil. Baharlı, yəni Qaraqoyunlu türk dövlətidir, Oğuz dövlətidir eyni zamanda. Teymurilər də türk dövlətidir, Mərkəzi Asiyada yaranmış. Venesiya Avropa ölkəsidir, doğru cavab zaten budur. Osmanlı da türk dövlətidir, Anadolu'da yaranmış. Səfəvilər isə Azərbaycanda yaranmış türk dövlətidir. Ona görə də burada doğru cavab C-dir. Yəni Venesiya. Beşinci sual, deməli, hadisələrin yerini dəyişəndə xronoloji ardıcıllıq düz olmalıdır. Ərəb-Xəzər müharibələri başlaması bu 7-ci əsrdir. Ərəblərin Azərbaycana hücumları, bu da 7-ci əsrdir. Bərdə şəhərin paytaxta çevrilməsi, bu 5-ci əsrdir. Albaniya varlığına son qoyulması, bu da 8-ci əsrdir. Dolayısıyla burada biz 1-dən 3-ün yerini dəyişməliyik. 1-dən 3-ün yerini dəyişməliyik və doğru cavab yedir. 6-cı sual, Eldəncilər dövləti Sazilər dövlətindən fərqli olaraq. Deməli, Eldəncilər dövləti, xəritədə də burada gördüyünüz kimi Atabəylər dövləti eyni şeydir. Sazilərdən fərqli olaraq Araz çayına şimalda yaranmışdır. Bəli, elə doğru cavab budur. Çünki biz bilirik ki, Sazilər cənubda yaranıb, Eldəncilər isə Arazdan şimalda yaranıb. Zaten bu fərqdir. Digər cavablara baxırıq. Şirvanşahları asala salmaq, bu hər ikisinə aiddir, oxşarlıqdır. Hər ikisi Türk, deməli, Azərbaycan yaranan türk dövləti hesab olunur. Bu da hər ikisinə aiddir. Azərbaycan torpaqlarını ilk dəfə birləşdirmək, bu Sazilərə aiddir. Yəni Sazilərin Eldəncilərdən fərqidir. Tərsinə olsaydı götürmək olardı. Orta əsrlər dövrünə mövcud olmaq, bu da yenə hər ikisinə aiddir. Ona görə bir daha deyirəm, doğru cavab A-dır. 7-ci sual, Ərəb xilafətin əsarəti dövrünün Azərbaycanda baş vermişdir. Ərəb xilafətin əsarəti dövrü uşaqlar 7-9-cu əsrlərdə bir daha deyirik. Və bu dövrdə Bəz qalası üsyançılar mərkəzinə çevrilib, bu doğrudur. Yəni Xürrəmlər hərəkatı baş verib.
Dərbənd qalası Şirvanşahlar tərəfindən təmir edilib. Bu yanlışdır. Niyə? Çünki bilməlisiniz ki, Azərbaycan xilafətinin tərkibindən çıxmalıdır və daha sonra Şirvanşahlar yaranmalıdır. Dolayısıyla xilafətin dövründə Şirvanşahlar deyə bir dövlət yox idi. İslam dini meydana gəlməsi bu da olmaz. Çünki bu Ərəbistanda baş verib və bu Azərbaycanda baş vermiş hadisə deyil. Əhalidən alınan vergilərin artırılması, bəli, zaten Xürrəmlər üsyanının səbəblərindən biri vergilərin artırılmasıdır. 1-4 doğru cavab C. Davam edirik. Deməli, 8-ci sual Səfəvilər dövlətinə aiddir. Osmanlılarla həmsərhəd olması, bəli. Bu biri doğru cavablardan biridir. Təbriz şəhərinin Ağqoyunlu əlindən alınması bu yanlışdır. Çünki biz 13-cü mövzuya baxsaq görərik ki, Təbrizi tutanda Səfəvilər dövlət deyil idi. Niyə? Çünki İsmail hələ şah titulunu götürməmişdi. İsmail Təbrizi tutandan sonra şah titulu götürüb, ona görə də bu hadisə zamanı biz Səfəvlərə dövlət deyə bilmərik. Qəzvin şəhərinin bir müddət paytaxt olması, bəli, doğru cavablardan biri budur. Çünki biz bilirik ki, ilk paytaxtda Təbriz olub, sonra Qəzvin olub və sonra da İsfahan olub. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlət halının birləşdirilməsi, bu da yanlışdır. Çünki bunu ilk dəfə sazilər eləyib. İlk sözü olmasaydı götürmək olardı. Azərbaycan türk dilinin dövlət dili səviyyəsinə qaldırılması, bəli, bu Şah İsmayıl dövründə baş verib. Ona görə 1-3-5 A cavabı doğru cavabdır. Yenə də maraq üçün mən istəyirəm ki, Səfəvlərin xəritəsini göstərəm sizə. Burada həmən onları bir də görəsiniz. Deməli, Səfəvlərin xəritəsi, bəli. Yaxınlaşırıq, bir dəqiqə. Bəli, bu da Səfəvlər. Səfəvlər dövlətinin ərazisi. Baxın, biz nə dedik? Biz dedik ki, Osmanlılarla həmsərhəd olmaq, görürsünüz, Osmanlılarla həmsərhəddir. Bundan əlavə qərbdə həm də Misir Məmlük dövləti ilə həmsərhəd idi. Şərqdə isə Şeybanilərlə həmsərhəd idi. Bunu da təkrar etmiş olduq. Sonra Təbrizin tutulması, onu dedim, Səfəvərdə dövlət yox idi. Qəzvin, bəli, burada görürsünüz, ilk paytaxtı Təbriz olub. Şah İsmayıl öləndən sonra onun yerinə gələn hökmdar paytaxtı Qəzvinə dəyişib. Daha sonraki dövrdə də paytaxt İsfahana dəyişib. Bunu da görmüş oldunuz. Davam edək. Deməli, 12-ci suala gələk, 9-cu suala gələk. Eldənzilər və Bayandurlu, yəni Ağqoyunlu dövlətini Venn diaqramında müqayisə etmək lazımdır. Araz çayından cənubdakı torpaqlarda yaranmaq. Bu, deməli, Bayandurlu dövlətinə aiddir. Getməlidir 2-yə. Şirvanşahlar dövləti ilə həmsərhəd olmaq bu hər ikisinə aiddir. Ortaya getməlidir. Naxçıvanı paytaxt şəhər etmək bu Eldənzilərə aiddir. Hökmdarının sultan titulu götürməsi bu deməli hər ikisinə aiddir. Deməli, həm Eldənzilərdə, həm də Ağqoyunlu dövlətində hökmdarları deməli sultan titulu götürüb. Ona görə də deməli burada bunu biz ortaya yazmalıyıq. 1C, baxırıq burada 1C, 1C, 2A, 3B'dir. Yəni doğru cavab D'dir. 10-cu sual Atabey Eldənizə aiddir. Deməli, Səlcuq şahzadəsinin tərbiyəçisi olmuşdur. Bu doğrudur. Arslan Şahın, Arslan Şah Səlcuq şahzadəsi idi, daha sonra sultan olur. Eldənizin vasitəsilə Eldəniz də ondan sonra Böyük Atabey olur. Xatırlamaq üçün deyirəm. Kürdən şimalda yeni dövlətin əsasını qoymuşdu. Səhvdir. Çünki Kürdən şimalda yox, Kürdən cənubda, Arazdan şimalda, Kürl-Araz arasında yeni dövlət yaratmışdı. Orta əsrlər dövrünün əvvəllərində xeyr, orta əsrin əvvəlləri 3, 4, 5-ci, 6-cı əsrlər eləyir. Bu da Eldəniz təbii ki, orada yaşamayıb, 12-ci əsrdə yaşayıb. Olmaz. 4-cü Arandan hakim təyin edilib. Bu da doğrudur. Dediyimiz kimi 1136-cı ildə və yadellərin Azərbaycana hücumlarına bir dəfəlik son qoymaq bu təbii ki, mümkün deyil. Bu belə bir ifadəni heç bir hökmdara, dövlət başçısına götürmək olmaz. Bunu da demiş oldum. Deməli, cavab 1-4-dür. Bu da A cavab eləyir. 11-ci sual, deməli, Səfəvilər ilə Osmanlılar arasında mübarizənin başlaması xronoloji ardıcıllıqdır. Bu, Çaldıran döyüşündən sonra başlayıb, bu 1514 eləyir, 16-cı əsrin 10-cu illəri. Ağqoyunlu dövlətin paytaxtı Səfəvilər tərəfindən tutulması bu 1501-ci ildir, düzdür, bizim kitabda yoxdur, amma biz bilirik ki, bundan sonra Səfəvilər dövləti yaranıb və daha sonra Şah İsmayıl Osmanlılarla savaşıb. Və Səfəvi şeyxləri tərəfdarlarının qızılbaş adlamağa başlaması bu Şeyx Heydərin dövrüdür, yəni bu artıq 15-ci əsrdir. Şeyx Heydər də deməli Şah İsmayıldan əvvəl olan şeyxdir. Ona görə də biz burada 3, 2 və 1 ardıcıllığını götürməliyik. Bu da eləyir D cavabı. 12-ci sual verilmiş dövlətlərdən heç birinə aid olmayan hadisəni müəyyən edin. Deməli, paytaxtı Azərbaycanın şimal-şərqində yerləşirdi. Paytaxtı Azərbaycanın şimal-şərqində yerləşirdi. Bəli, bu Şirvanşahlara aiddir. Şirvanşahlara aiddir. Ona görə də bunu götürə bilmərik.
Osmanlı dövləti ilə mübarizə aparmaq bu Ağqoyunlu və Səfəvilərə aiddir. Dövlətin adı ilk hökmdarın adı ilə bağlıdır. Bəli, baxırıq burada. Şirvanşahlar dövləti bölgə adıdır. Yəni Şirvan bir bölgə, şəhər daha sonra bölgə adıdır. Yəni bir hökmdar adı deyil. Ağqoyunlu tayfa adıdır. O da deyil. Səfəvilər də ki, demək Səfəvilər dövlətinin ilk hökmdarı Şah İsmayıldır. Amma Səfəvilər adlanmasının səbəbi Ərdəbil hakimliyinin, yəni Səfəvilər sülaləsinin qurucusu Şeyx Səfiyyəddinə görədir. Ona görə də ilk hökmdarın adı ilə bağlı, o da deməli bağlı deyil. Ona görə doğru cavab C-dir. Misir dövləti ilə qonşu olmaq Ağqoyunlu və Səfəvilərə aiddir. Kür çayından şimalda yaranmaq, bu da Şirvanşahlara aiddir. Bir daha deyirəm, doğru cavab C. 13-cü sual. Azərbaycan taxta adlanan şəhər Təbrizdir. Təbriz 5-dir. Daş dövrünə buraxılmış ifadəni tapmaq lazımdır. Deməli, torpağı şumlamaq üçün xışdan istifadə tunc dövrüdür. İlk dövlətin yaranması bu təbii ki daş dövrü deyil. Sonraki dövrdə, yəni tunc dövrü, dəmir dövründə artıq yavaş-yavaş dövlətlər yaranır. C. Kanal varxlardan istifadənin başlanması, deməli bu da tunc dövrüdür. İstehsal təsərrüfatının yaranması, bəli, bu artıq daş dövrüdür. Dəmirdən istifadənin başlanması, bu da tunc dövrüdür. Ona görə də cavab D-dir. 15-ci sual. Uyğunluq pozulmuşdur. Azərbaycanın şimal torpağında yaranan ilk dövlət Albaniya. Bəli, bu düzdür, pozulmayıb. Azərbaycan ilk dövlət yaranmışdı eramızın əvvəllərində. Bəli, burada pozulub. Azərbaycanın ilk dövlət Mannadır. Manna eramızdan əvvəl yaranıb. Burada eramız və eramızdan əvvəl ifadəsini diqqətə almaq lazımdır. Eramızın əvvəlləri 1, 2, 3-cü əsrlər nəzərdə tutulur. Amma bilirik ki, Manna eradan əvvəl 9-cu əsrdə yaranıb. Ona görə doğru cavab B-dir. Digər cavablar təbii ki, uyğunluq pozulmayıb. 16-cı suala gəlirik. Atropatena ilə Albaniyanın oxşarlıqları. Lardan birini seçməliyik daha doğrusu. Eradan əvvəl 1-ci ilin ikinci yarısında yaranmaq, elə bu doğru cavab budur. İkisi də eradan əvvəl 1-ci ilin ikinci yarısında yaranıb. Digər cavablar yanlışdır. Şimal sərhədləri Dərbəndə qədər olması bu ancaq Albaniyaya aiddir. Cənubda Zəncana qədər olmaq bu Atropatenaya aiddir. Urmiya göl ətrafında yaranmaq Atropatenaya aiddir. Bütün Azərbaycanı əhatə etmək heç birinə aid deyil. Gəlirik 17-ci suala. Deməli 3 şəhərimiz verilib, onlara uyğun cavabları tapmalıyıq. 1 Bərdə, deməli 1 Bərdə, Bərdiyə aiddir. Canişinliyi mərkəz olması 1A. 2 deməli Ərdəbilə aiddir. Səfəvi şeyxləri tərəfindən idarə olunması 13-cü əsrdə. Və 3-ə aiddir. Təbriz, deməli Təbrizə aiddir. Bir sıra dövlətlərin paytaxt şəhəri olması, bəli, 500 ilə yaxın bilirik ki, paytaxt şəhər olub bir çox dövlətlərimizin. Deməli burada bir ifadə var, liman şəhər. Heç biri buradakı şəhərlərimizin heç biri liman şəhər deyil. Nümunə olaraq liman şəhərimizi burada xəritədə də görürsüz. Dərbənd və Bakını göstərmək olar. Ona görə də o heç birinə aid deyil. Doğru cavab deməli 1A, 2D, 3C, yəni ki A cavabı. Davam edirik. 18-ci sual. Uyğunluq gözlənilmişdir. Uyğunluq gözlənilmişdir. Ağqoyunlu dövləti və Venesiyaya aid oxşarlıqda Osmanlıya qarşı mübarizə aparmaq. Bəli, elə doğru cavab A-dır. Digər cavablar yanlışdır. Çünki 12-ci əsrdə yaranmışdı Böyük Səlcuq dövləti. Xeyr, 11-də yaranıb, özü də Azərbaycanda yox, Mərkəzi Asiyada. Babək başçılığı ilə Xürrəmlərin yaratdığı dövlət Babək dövlət yaratmayıb. Ona görə bu da yanlışdır. Urartu ilə Aşşura qarşı yox, Aşşurla Urartuya qarşı mübarizə aparıb. Və Baharlı dövlətini Qızılbaşlar qurmayıb. Qızılbaşların qurduğu dövlət Səfəvlərdir. Baharlı dövləti Qaraqoyunlu dövlətinin qurucusu sayılır. Və 19-a gəlirik. Şirvanşahların mövcud olduğu dövrə aid deyil. Yəni 9-16-cı əsrdə mövcud olub. Bu dövrə aid olmasın. Azərbaycan vahid dövlət halında birləşdirilibmi? Bəli. Ərdəbil hakimliyi yaranıbmı? 13-cü əsr? Bəli. Araz çayına şimalda dövlət yaranıbmı? Bəli. Eldənizlər 12-ci əsrdə. Dərbənd qalası təmir edilibmi? Bəli. Bu dəfələrlə edilib. Məsələn, Qara Yusif tərəfindən. Azərbaycan İslam dini yayılmağa başlayıb. Doğru cavab budur. Çünki Azərbaycan İslam dini yayılmağa başlayıb 7-ci əsrdə. Və bu da Şirvanşahların mövcud olduğu dövr deyil. Ona görə doğru cavab yedir. Gəldik 20-ci suala. 20-ci sualda deyir ki, 12-ci əsrdə Azərbaycanda baş verməmişdir. Deməli, 12-ci əsrdə Azərbaycanda baş verməmişdir. Burada Azərbaycanda baş verməyən hadisələr yeni dövlətin yaranması. Bəli, yeni dövlət yaranıb, bu Eldənizlər dövlətidir. Memarlıq abidələri inşa edilib. Məsəl üçün, Möminə Xatun türbəsi, Yusuf ibn Küseyr türbəsi və s. Şəhərlərin paytaxta çevrilməsi, bəli, Eldənizlər misal üçün Naxçıvanı paytaxt edib. Güclü vahid dövlət meydana gəlməsi, bəli, elə Eldənizlər. İqtisadiyyat və mədəniyyət tənəzzül etməsi, bəli, tənəzzül etmək uşaqları zəifləmək deməkdir. Biz bilirik ki, 12-ci əsrdə tam tərsinə iqtisadiyyat və mədəniyyət yüksək səviyyədə inkişaf edib. Ona görə doğru cavab gedir. 21-ci suala gəlirik. Daha sonra baş vermişdi. Deməli, ox və kaman ixtira edilməsi daş dövrüdür.
İlk əmək alətləri daş dövrüdür. İstehsal təsərrüfatının yaranması daş dövrüdür. İlk metalın kəşf edilməsi daş dövrünün sonudur. İnsanların uzaq məsafədən təhlükəsiz ov etməyə başlaması bu da daş dövrüdür. Amma biz burada daş dövrünün əvvəli, ortası və sonunu nəzərdə almalıyıq və ona görə də burada daş dövrünün sonunda baş verən ilk metalın kəşf edilməsi yəni nəzərdə tutaraq D-ni götürməliyik. 22-ci sual açıq suallarımıza keçirik. Şirvanşahlar Eldənizlər dövlətlərinin oxşar cəhətlərini müəyyən edin. Eyni yüzillikdə mövcud olmaları bəli. Misal üçün hər ikisi 12-ci əsrdə mövcud olub. Biri götürürük. Sonra qızılbaşlarla mübarizə aparmaq, xeyr. Eldənizlərin dövründə qızılbaşlar yox idi. Arazdan şimaldakı Azərbaycan torpaqlarında yaranmaq, bəli, bu hər ikisinə aiddir. İkisi də şimalda yaranıb. İlk paytaxtının Kürdən şimalda yerləşməsi, xeyr, bu ancaq Şirvanşahlara aiddir. Eldənizlərin paytaxtı Naxçıvan Kürdən cənubda, Arazdan şimalda olub. Ona görə doğru cavab 1-3-dür. 23-də dövlətlərin yaranmasının xronoloji ardıcıllığını müəyyən etmək lazımdır. Və burada deməli ilk yaranan dövlətimiz bunların içərisində təbii ki Şirvanşahlardır. 3-dən başlayırıq. Daha sonra Sacilərdir. Daha sonra Atabəylər, yəni Şirvanşahlar 9, Sacilər də 9-cu əsrin sonudur. Daha sonra Atabəylər gəlir 12-ci əsr. 2 yazırıq. Sonra Baharlı gəlir 15-ci əsrin əvvəlləri və ən 15-ci əsrin ikinci yarısında Baharlı dövlətin yerinə Bayandurlu dövləti yaranır. 3-1-2-5-4. 24-cü sual Xəzər xaqanlığı ilə Sacilərin oxşar cəhəti. Dərbənd mövzusunda Xəzər xaqanlığından danışılır. Dərbənd və Bərdə mövzusunda 20-ci sual, 20-ci mövzuda ora baxa bilərik. Deməli burada oxşarlıq nədir? Azərbaycanın cənubunda yaranmaq, xeyr, Xəzər xaqanlığı ümumiyyətlə Azərbaycanda yaranmayıb, amma Sacilər yaranıb, deməli bir cavab deyil. Albaniya ilə eyni dövrdə mövcud olmaq, bəli, cavablardan biri budur. Çünki Xəzər xaqanlığı da üzr istəyirəm, yanlış getdi. Albaniya ilə deməli bu da yanlış cavabdır. Bir dəqiqə bunu silim. Albaniya ilə eyni dövrdə mövcud olub, Xəzər xaqanlığı, Sacilər ola bilməz. Çünki Albaniya 8-də süqut edib, Sacilər 9-da yaranıb. Bu da səhvdir. Ərəb xilafətinə qarşı mübarizə aparmaq. Bəli, doğru cavablardan biri budur. Xəzər xaqanlığı 7-ci əsrdə mübarizə aparıb. Sacilər isə 9-10-cu əsrdə biz görürük ki, Yusif Sacıoğlu deməli ərəblərlə mübarizə aparıb. Ərəb xilafətinin parçalanması nəticəsində yaranmaq bu təbii ki, Sacilərə aid ola bilər. Xəzər xaqanlığının aidiyyatı yoxdur. Orta əsrlərdə yaranmış Türk dövləti, bəli, ikinci doğru cavab da budur. Hər ikisi orta əsrlərdə yaranmış Türk dövləti hesab olunur. Ona görə doğru cavab 3 və 5-dir. Və nəhayət, deməli 25-ci sual üçlü Venn diaqramıdır. Sacilər, Eldənizlər və Səfəvləri müqayisə eləyir və onların üçünün də oxşarlığını istəyir bizdən, həm də fərqlərini. Baxırıq burada deməli A-da deyir ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmaq. Bu bilirik ki, kimə aiddir? A aiddir. Deməli Sacilərə 1-ə yazırıq. Azərbaycan torpaqlarının birləşdirilməsi, deməli Azərbaycan torpaqlarının birləşdirilməsi bu Sacilərə də, Eldənizlərə də, Səfəvlərə də aiddir. Yəni bu 4-ə yazılmalıdır, ortaya yazılmalıdır. Bunu da buraya yazaq. 2, deməli C, Azərbaycan türk dilindən dövlət dili səviyyəsinə qaldırılması bayaq da dediyimiz kimi bu Səfəvlərə aiddir, yəni 3-ə aiddir. C gedir 3-ə. Deməli bu da bura. Dövlətin adı iki hökmdarın adı ilə bağlıdır. Bu da Eldənizlərə aiddir. Şəmsəddin Eldənizin adından bağlı olduğuna görə bu dövlətin adı. Deməli D-ni də 2-yə yazırıq. O da getdi bura. Deməli qaldı burada bir cavab. Osmanlı'nın süquta uğratmaq. Təbii ki, bu heç bir dövlətimizə aidiyyatı yoxdur. Və ona görə də burada cavab necə olur? 1A, 2D, 3C, 4D B. Belə, əziz şagirdlər, beləliklə bu video dərsimizdə başa çatdı.